Bugün ərişdə aşı pişirirəm, belə bir şey. Ərişdə aşı ən çox Qərbi Azərbaycan, Borçalı çökəkliyi, bu tərəflərə ən çox bizə aid olan bir yeməkdir. Bunu çəkib sizə göstərmək istəyirəm, ya da bilmək istəyirəm həm də ki, görün başqa regionlarda da varmı bizim bu ərişdədən, kimdir pişirən bizdən başqa. Bunu al o tərəfə qoy, o bir şeyin üstə. Elə onu da yedim. Səhv yandırmışam. Və görün, bu qaynamağa başlayır. Bunu qaynamağa buraxdıq. İndi nə veririk? Qəşəng bir dənə qaşıq götürək. Tavaya yağ qoyaq. Bu da ərimiş yağımız, özümüz Çərə yağ, hə, ərinmiş çərə yağ. Bunu belə tökürsünüz. Qəşəng. Yağımız ərməyə başlayır. Və qəşəng görünətlər eləyəcəm. Yaxşıcana. Baxın, ərişdə qaynayanda belə köpüklənir. Köpbək istəyir, daşmaq istəyir. Ona diqqət eləyin. Həmişə fikir verin. Ərişdənin xamırına 2 yumurta, 1 stəkan su, 1 çimdik duz, bir də un da parana kimi, xəncəl xamırı kimi yoğururam. Oy, daşmışdı. Ondan sonra onu da qəşəng kəsirəm, doğrayıram, sərirəm, quruyur. Quruyandan sonra onu sobada qızardıram. Qəşəng qıpqırmızı qızarana kimi qızardıram. Ondan sonra yığıram quru torbuya, parça torbuya. Saxlayıram, nə vaxt istəyəndə onu qəşəng pişirirəm, yaxşıcana. Onu da nə ilə yeyirik? Qırmızı pomidor turşusunu. Ay daşacaq. Görünətlər qaynayır. İyisinə gözəl vurur. İyisi çox gözəl, ətirli. Həqiqətən, yəni keçmiş yeməklərinin dadını indiki yeməklərdə tapa bilmirik. Yəni bizim ağız dadımız buna öyrəşibdir, öyrənmişik. Bu belə qəşəng qızaracaq. Bunu pişirməkdə həm də məqsədim nədir? Sarçki örgədirəm. Əsas odur, yiyəcək mi axşam? Hə, bu dəqiqə. Bu dəqiqə kartof qızarsın, o bir üzrə çevirəcəm. Onu da süzəcəm və salam süt tamam. Qəşəng pomidor xiyar da qoyacaq yanına. Bu dəqiqəcənə onu pişirəcək. Yavaş-yavaş altının zəif oda aldım ki, demək kartof tam hazır deyil, ona görə biraz gözləyəsi olacaq. Demək ki, o hazırdır. Kartofumuz hazır. Onun pişdiyini bəs hərdən biləcəyik. Pişdiyini indi mən sana göstərəcəm, nətər pişibdir. Bax, cəm şimdi bunu yağı yerinə qoyaq. Qəşəng yerinə bunu qoyaq. Pişdi, görəndə səliqəli görünür. Diğer turşusu da var burada markada, onu çıxardım. Tuzumuzu bırak. Ərişliyi su qaynamamış, tuz tökmüşdüm. Duzlu suda qaynadıram. Kartofu da qəşəng belə qızardacağım, o üz bu. İndi kartoşu o bir üzrə çevirəndə o üzü qıpqırmızı qızarsın ki, o bir üzrə çevirib qızarmağa qoyanda altını o da alacağım. Yavaş-yavaş, ondan sonra ərişliyi tökəcəm bunun üstünə. 20 dəqiqə, 10 dəqiqə durandan sonra demək yüzeye hazır.
Bunu da en çok Sara beğendi. Ona göre pişiriyorum ki Sara da öğrensin. Ben gedəndən sonra pişirsin. Bildiğiniz kimi Aymanın yolculuğu yaxınlaşır. Bir aydır buradayım. Her şeyin sonu olan kimi qonaqlığın da sonu geldi. Hər şey sağlıq olsun. İnşallah yenə gələrəm. İnşallah. Yenə qəşəng yeməklər pişirərik. Kız kıza, gəlin qaynana. Kaynana gelin. Seda'ya gelin. Seda'ya gelin. Kaynana gelin, Ayma'ya gelin. Siz pişirin ben yerim. Ha, okey. Bu da böyle. Bak, sarışka. Pişməyini hardan buldum? Sen götürsen kişi. Gördün, nətər oldu hamur. Bəs salam süt tamam. Gəl çetkiyi çıxardaq indi. Süzgəci çıxardaq. Ne güzel kızardı kartoflar. Buna bak Sara, bu defa vapşe dəhşət bir şey oldu. Kıpkırmızı oldu. Kıpkırmızı. Bunu da çevirəcəyik, yemək hazır olanda o biri üzünə. Və nə ayıracaq? Degustatsiyadır, degustatsiyadır, nədir? Elə bir şey. Degustasiya kimi eləyəcək. Vüsal. Ben kamera arkasında, kamera önünde. Hemen sen yerine de koy. Ərişlərin pişməyində yaxşı pişirmək lazımdır ki, sonra indi bu biraz qazın üstə duranda ərişlərin suyu çəkiləcək və qupquru olacaq. Ona görə həmişə yaxşı pişirməyə üstünlük. Demək olar ki, hazırdır yeməyimiz. Altını söndürdüm. Niyə? Çünki çox isti idi. Bəsdir. 3-də qoydum. Tamam. İndi pişəndə çəkərik yenə. Hazır oldu aşımız. 5 dəqiqə çəkmədik məncə. Çünki yarım saata həll elədik bunu. Ən çox bunun gözü yolda qalır. Həsrətini çəkən sarı çıxar. Bəli. Keçən dəfə bütün kartuşkalarını özüm yemişdim. Bunun özəlliyi, gözəlliyi elə bu kartuşkası. Əllərinize sağlık.
Güzeldi.